Salam əziz İntiba TV izləyiciləri. Bugün verilişimizdə cəmiyyətimizdə, xüsusilə də məktəblərdə və gənclər arasında rast gəlinən mühüm bir problemdən, bullyingdən danışacağıq. Bəzən bir söz, bir ləqəb və ya sosial şəbəkədə yazılan bir adi şərh belə zarafat kimi görünə bilər. Lakin həmin davranış qarşı tərəfi incidirsə və davamlı xarakter daşıyırsa, artıq bu sadəcə zarafat deyil. Bullyingin müxtəlif formaları var. Fiziki bullying zamanı insanı vurmaq, itələmək və əşyalarını zədələmək kimi hərəkətlər baş verir. Verbal bullyingdə isə təhqir, lağ və alçaldıcı sözlərdən istifadə olunur. Müasir dövrdə kiberbullying də geniş yayılıb. Sosial şəbəkələrdə kimisi təhqir etmək, haqqında yalan məlumat yaymaq və onun icazəsi olmadan paylaşım etmək kiberbullying nümunələri ola bilər. Bəs bullyingə məruz qalan insan nə hiss edir? Özünə inamını itirir, insanlardan uzaqlaşa bilir, məktəbdə və ya sosial mühitə getməkdən çəkinə bilir. Ən təhlükəsizsi odur ki, insan bəzən yaşadıklarını heç kimə demir və problemin öhdəsindən tək gəlməyə çalışır. Burada hər birimizin üzərinə məsuliyyət düşür. Əgər bullyingə məruz qalırıqsa, susmamalıyıq. Etibar etdiyimiz valideyn, müəllim, məktəb rəhbərliyi və ya başqa bir böyükə danışmaq vacibdir. Əgər bullyingin şahidi isə, bunu görməzdən gəlməməliyik. Zərər çəkən insanı dəstəkləmək və məsələni məsul şəxsə çatdırmaq böyük kömək ola bilər. Unutmayaq ki, güclü olmaq başqasını alçatmaq deyil. Əsl güc qarşındakı insana hörmət etmək və fərqlilikləri qəbul etmək, ehtiyac olan insanlara dəstək olmaqdır. Bullying sadəcə bir uşağın və bir gəncin problemi deyil, bu hamımızın diqqət yetirməli olduğu bir məsələdir. Çünki bəzən bizim adi hesab etdiyimiz bir söz qarşı tərəfin yaddaşına uzun müddət qala bilər. Gəlin bir-birimizə qarşı daha diqqətli, anlayışlı və mərhəmətli olaq. Çünki bir insanı incitmək bir neçə saniyə çəkə bilər. Ancaq həmin insanın yarasının sağalması illər tələb edir. Diqqətiniz üçün sağ olun.